Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 6-cı sinif yeni nəşr olunmuş riyaziyyat dərsləri əsasında hazırlanmış kiçik summativ qiymətləndirmə 2 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, bizə verdiyi ilk sualda yarışda iştirak edən oğlanların sayı ilə qızların sayı 3-7 nisbətindədir. Yarışda iştirakçıların ümumi sayının, yəni 10-un qızların sayının nisbətini tapın deyir. 7 olan nisbəti hesablayırıq. Cavab A variantı. İkinci sualda ekvivalent olması üçün nisbətlərin boşluğuna hansı ədəd yazılmalıdır deyir. 22-ni 11-ə bölürük, 2 edir. 12-ni 2-yə bölməliyik. Cavabımız 6. Üçüncü sualda 5 saatı 150 dəqiqəyə nisbətini hesablamalıyıq. 5 saatı əvvəlcə dəqiqəyə çeviririk. 5-ə 60-a vururuq, edir 300 dəqiqə. Bölünsün 150 dəqiqə. Nisbəti yazarkən dəqiqələri nəzərə almırıq. 300-ü 150-yə bölərkən hər ikisini 150-yə bölüb cavab 2/1 tapırıq. Yəni ilk hissə üçün cavabımız 2/1. İkinciyə baxırıq. 20 kub santimetri 500 kub millimetrə bölməliyik. Kub santimetri millimetrin kubuna çevirmək üçün 1000-ə vurmalıyıq. Olacaq 20-ni 1000-ə vurduqda 20 1000 bölünsün digəri 500. Hesablayarkən hər ikisini 500-ə bölsək cavab 40/1 alınır. Növbəti Ceyhun maşınla 3 saat ərzində 279 km yol getdi. O eyni sürətlə 186 km məsafəni neçə saata gedir? 3 saata 279 km yol gedibsə 279-u 3-ə bölürük 93 km edir. Deməli 1 saata 393 km məsafə gedir. 1 saata 93 km. 186 km neçə saata gedər deyirsə 186-nı 93-ə böldük, cavabımız 2 edir. Uzunluğu 4 cm, eni 2, hündürlüyü 5 cm olan metal kuboidun kütləsi verilib. Cismin sıxlığını soruşur. Sıxlığını taparkən düsturumuz M/V ilə hesablanırdı. Deməli, kütləni əvvəlcə hesablayırıq ki, biz öncədən verib 480. Həcmini tapsaq 4-ü 2-yə, sonra alınan cavabı 8-i 5-ə vurmalıyıq. 8-i 5-ə vurarkən cavabımız 40 edir. 480-i 40-a bölsək cavab 12. B variantı. Arazla Mahir 35 ədəd qələmi öz aralarında 2-5 nisbətində böldülər. Əvvəlcə 2-5 nisbətində bölmək üçün 2 ilə 5 toplayırıq. Deməli, 7 edir. 35-i 7-yə bölürük, cavabımız 5 edəcək. Sonra isə hər biri üçün hesablasaq, Arazda 5 vur 2, 10. Mahirdə isə 5 vur 5, 25 qələm edir. Bizdən istədiyi Araz öz qələmlərinin yarısını bacısına verdi. Deməli, 12-yə bölürük 5. Bacısında neçə qələm oldu? 5. 7-ci. Düz bucağın daxilindəki şounu 2-3-4 nisbətində 3 bucağa ayırırsa, demək ki, əvvəlcə düz bucağın dərəcə ölçüsünü yadımıza salaq, 90 dərəcə. 2, 3, 7, 4 nisbətində, deməli, 3 hissəyə ayırıbsa, toplayırıq, cavabımız 9 edir. 90-ı 9-a bölürük. 10 dərəcə alırıq. Sonra isə bizdən kiçik bucağı istədiyinə görə kiçik nisbət 2-dir. 2-ni 10 dərəcəyə vururam. Cavabım 20 dərəcə. D variantı. Tənasübün əsas xassəsindən istifadə edərək məhsulu tapın deyir. Tənasübdə kənar və orta hədlərin hasilləri bərabər olurdu. Bu səbəbdən 6x-i 4 vur 9 36-ya bərabər yazırıq. X-in qiyməti 36/6, cavab 6 edir. A variantı. Verilmiş nisbəti natural ədədlərin nisbəti kimi yazın deyir. Hər ikisini 100-ə vursaq, nisbətimiz 240 bölünsün 204 olacaq. Doğru cavabı bu şəkildə vermədiyinə görə sadələşdirmək lazımdır. Hər ikisini 12-yə bölürük, cavabımız 20/17 alınır. D variantı. Bizə verir həqiqi məsafə 350 metr, plandakı məsafə 7 cm olarsa miqyası tapın. Deməli, 7 cm bölürük 350 metrin santimetrə çevrilmiş qiymətinə. 350 metri santimetrə çevirsək, 350-ni 100-ə vurmalıyıq. Yəni, yanına 2 0 əlavə edirik. Sonra hər ikisini birinci ədəd 7-yə bölsək, olacaq 1 bölünsün 5000. Doğru cavabımız A variantı. Sonra davam edirik. Növbəti sualımız. Uyğunluğu müəyyən edin deyir. Uyğunluğu müəyyən edərkən diqqət edirik ki, cədvəldə verilən ifadələr hasil və nisbətlərin sabit qalması. Birinci ifadədə hasillər sabit qalır, hər birində cavablar 40 alınır. İkinci ifadədə nisbətlərə baxırıq, hər birinin nisbəti 7-yə bərabər olur. Demək ki, hasilin sabit qaldığı halda biz deyirik ki, bunlar tərs mütənasibdir.
Nisbətin sabit olduğu halda isə deyirik ki, düz mütənasibdir. Cavabımız B variantı olur. Boş hovuzu 3 eyni nasosla 8 dəqiqə doldurulursa, 4 belə nasosla S dəqiqə dolar. Əvvəlcə tənasübümüzü yazaq. Tənasübdə 3 nasos 8 dəqiqə doldurur, 4 nasos x dəqiqə. Diqqət edirik ki, bu verilən ifadələrdə nasosların sayı artdıqca müddət azalır. Demək ki, bu tərs mütənasibdir. Tərs mütənasibdə qaydamız belədir ki, qarşı-qarşıya vurub bərabərliyi yazırdıq. 4x-a 3 8-ə 24, x-i taparkən 24 4-ə bölürük, 6 dəqiqə edir. C variantı. A mağazasında satılan televizorun qiyməti 450 manat, 360 manata endirildi deyir. Endirildi deyirsə, bahalaşmadan söhbət gedə bilməz. Televizorun qiyməti necə dəyişdi? Əvvəlcə verilən fərqi hesablayaq. 450-dən çıxırıq 360, cavabımız 90 edir. Fərqi sürətdə yazırıq. Məxrəcdə ilkin qiyməti yazırıq. Alınan ifadəni 100%-ə vururuq. Hər ikisini 90-a deməli ixtisar aparsaq, aşağıda 1 qalır, yuxarıda aşağıda 5, yuxarıda 1 qalır. 5də 1-i 100%-ə vurmalıyıq. Bu da 20%-i verir. Cavabımız 20% ucuzlaşdı olur. 14-cü sualda 150 qram duzlu suyun tərkibində 10% duz var. Bu demək ki, 150-nin 10%-ni tapmalıyıq. 150-nin 10%-ni taparkən vurub ona 100-ə bölürük, cavab 15 edir. Deməli, 15 qram duzlu suyun tərkibində duz var. Deyir ki, bu qarışığa 50 qram su əlavə olundu. Su əlavə olunarsa, duzun miqdarı dəyişmir. 15 olduğu kimi qalacaq. 150 qram duzlu suyun üzərinə 50 qram da su əlavə olunur və faizini hesablayırıq. Cavabımız 15 bölünsün 200 vururuq 100%-ə. 100 ilə 200-ü hər ikisini 100-ə bölsək aşağıda 2 qalır. 15-i 2-yə bölsək cavabımız 7,5%. A variantı. Müəyyən möhlətə satılan məhsulun ilkin məbləğinin müəyyən faizini ödəməklə növbətdə ayaq qalan borc hesablanılır. İlkin məbləğ 4000 manat, aylıq ödəmə faizi 14%, 6 aydan sonra qalan borcu hesablayın deyir. Edəcəyimiz nədir? İlkin halda 4000-in 14%-ni tapırıq və 6 ay ərzində olduğuna görə 6-ya vururuq, 100-ə bölürük. Bunları ixtisar etsək, olacaq 3360. 3360. Sonra isə bizim istədiyimiz cavabı tapmaq üçün borcu soruşurdu. 4000 manatdan çıxırıq 3360 manata. Bu bizə verəcək 640 manat. Doğru cavabımız A variantı. Hər birinizə uğurlar deyirik. Növbəti summativilərin izahlarında görüşənədək diqqətinizə görə təşəkkür edirəm.